Fevral ayının 7-sində Şəmkir sakini Sayad Qəhrəmanovun evindən 3000 manat dəyərində qızıl zinət əşyaları uğurlanıb. Zərər çəkənin müraciəti əsasında əməliyyat tədbirlərinə başlayan polis qısa müddətdə oğurluğun kim tərəfindən törədilməsini müəyyən edib. Məlum olub ki, Qəhrəmanovun evini qarət edən doğma əmsi oğlu Ramiz Zirəddinlidir. Şəmkir rayon polis şöbəsi əməkdaşlarının keçirdiyi əməliyyat axtarış tədbirləri nəticəsində məlum olmuşdur ki, həmin oğurluğu törətmiş şəxs 1991-ci il təvəllüdlü Şəmkir şəhər sakini Zirəddinli Ramiz Nizamoğlu olmuşdur. Ramiz Zirəddinli maddi sübutlarla birlikdə saxlanılan istintaqqa təqdim edilmişdir. Həmçinin araşdırma zamanı məlum olmuşdur ki, Zirəddinli Ramiz zərər çəkmiş Sayad Qəhrəmanovun əmsi oğludur. Ramiz Zirəddinli cinayət əməlini etiraf edib. İfadəsində oğurluğu evdə heç kimin olmamasından istifadə edərək törətdiyini deyib. Bundan əvvəl digər qohumlarının evində də oğurluğa cəhd göstərən şəxs əməlindən peşman olduğunu dilə gətirib. Təxminən axşam tərəfi idi, saat 10 zad olardı belə. Getdim küçənin başına, gördüm amma oğlucun işığı keçildi, işim yoxdur. Girdim, götdüm, hörgüdən düşdüm, daha doğrusu arxadan yerərib. Girdim ora, hörgüdən hoppandım, keçdim içəri. Aynanı qapıya getdim, qapı gördüm bağlıdır. Aynanı tələdim, ayna açıldı. Girdim, girən kimi də qabağıma bir otaq çıxdı. Girdim içəri girən kimi şkafın ağzını açdım. Əlimi atdım, elə bildim puldur. Açdım, gördüm qızıldır. Faktla bağlı Şəmkir rayon polis şöbəsində cinayət işi başlanılıb. İstintaq tədbirləri davam etdirilir. Zirəddinlinin digər cinayətlərdə iştirak edib etmədiyi araşdırılır. Vüsalə Camal Natiq Hüseyin Kamran Layiçzadə, Şəmkir.